Salam. Bugün mən sizə ədədi ardıcılının limiti mövzusuna aid olan çalışmada işləyəcəyim. Baxaq birinci çalışmaya. Deməli, limit en yaxınlaşır sonsuzluğa. En yaxınlaşır sonsuzluğa. Kəsir xətti kök altında 5 n'in kvadratı üstə gəl 3 və bir də üstə gəl 6. Məxrəcdə də kök altında deməli 45 n'in kvadratı çıxılsın 3, bir də üstə gəl 5. Bu limiti hesablamaq lazımdır. Bərabərdir. Bu limiti necə hesablayırlar uşaqlar? Bu limit en yaxınlaşır sonsuzluğa. Diqqətlə fikir verin, nəticə çıxardaq, sonra belə uzun-uzadı yazmayıq. Bax, bunun mən surətini də, məxrəcini də, hər bir həddini baxıb görəm, kökaltı ifadədə deməli n'in kvadratları var, amma kökaltı olmayan ifadələrdə heç n də yoxdur. Ona görə də mən bunların surəti də, məxrəcini də, bütün ədlərini n'in kvadratına böləcəyim. Bax, bunu n'in kvadratına böləndə kök altında nə alınır? Deməli, 5 aydınmı? Üstə gəl 3 bölünsün n'in kvadratı. Bir də üstə gəl 6 böl, mən n'in kvadratına kök 6 ifadəni bölmüşəm. Ancaq 6 kökün daxilində deyil, onu n'ə bölür. Aydınmı? Bu o demək. Bu da kökün daxilindədir. Sonra aşağıda deməli olur 45 çıxılsın 3 böl n'in kvadratı və bir də üstə gəl 5'i n'ə böləcəyim. Aydınmı? Bu kök altında n'in kvadratı n verir də bizə. Ona göre bərabərdir. Bax, fikir verin uşaqlar. Burada en sonsuzluğa yaxınlaşanda 3 böl n'in kvadratı nəyə yaxınlaşır? 0'a. 6 böl n də həmçinin 0'a yaxınlaşır. Sonra, bax, burada məxrəcdə baxıram. Deməli, bax, 3 böl n'in kvadratı 0'a yaxınlaşır. 5 böl n də 0'a yaxınlaşır. Deməli, burada qalan belə oldu. Kök altında 5 bölünsün kök altında 45'e. Bu da bərabərdir kök altında 45'də 5 deməkdir. Bu da nə verir bizə? Kök altında 9'da 1, o da eləyir neçə? 3'də 1. Deməli, bu çalışmanın cavabı oldu 3'də 1, Y variantı var orada. Y variantı. Keçək ikinci çalışmaya. İkinci çalışma nedir? Orada da limit baxaq, kəsir xətti çəkim. Deməli, en yaxınlaşır sonsuzluğa, kök altında 9 n'in kvadratı üstə gəl 1, çıxılsın 9. Məxrəcdə də 2 n. İndi bu kəsrin surət və məxrəcini, məxrəcə baxıram. Deməli, kök yoxdur burada. Ona görə də n'ə bölürəm məxrəci. Məxrəcdə mənə 2 verəcək. Amma bu kök altında elə bil ki 9 n'in kvadratı üstə gəl 1'i n'ə böləndə n'i kökün daxilinə salıram, olur n'in kvadratı. Olur 9 üstə gəl 1 böl n kvadrat. Çıxılsın 9 böl n. 9 böl n. Burada uşaqlar limit sözünü əslində yazmalıyıq. Aydın oldu? Bərabərdir. İndi burada məxrəcdə mənə verdi 2. Surətə fikir verin. Bax, bu 1 böl n'in kvadratı 0'a yaxınlaşır. Bu da 0'a yaxınlaşır. N böyüdükcə bu kəsrin qiyməti yaxınlaşır 0'a da. Ona görə də burada kök altında 9 qalır. 9'dan da kök çıxır 3. Bu da elədir 1,5 bizdə. İndi cavabı orada 10'luq kəsrindən verir. Bəli, B variantı. B variantı. Üçüncü çalışmaya baxaq. Deməli, limit en yaxınlaşır sonsuzluğa. Kök altında n'in kvadratı üstə gəl n, çıxılsın n. Bax, uşaqlar, fikir verin. Mən bunu n'ə, tutaq ki, n'ə bölürəm bunu. Bax, bunu n'ə böləndə burada 1 alınacaq. Kökün daxilində n'in kvadratına 1 alınacaq. 1'dən də 1 çıxanda 0 edir. Gördünüz mü? Amma cavab var orada. Amma o cavab olmayacaq uşaqlar. Bax, bu ifadə də sonsuzluğa yaxınlaşır. Bu ifadə də sonsuzluğa yaxınlaşır. Bu ifadələrin fərqi qeyri-müəyyənlikdir. Ona görə də mən bunun qoşmasına vuracağım. Bax, burada diqqətli olun uşaqlar. En yaxınlaşır sonsuzluğa. Qoşmasına vuranda
vurub böləndə. Deməli, məxrəcdə olacaq kök altında n-in kvadratı üstə gəl n çıxılsın üstə gəl n. Amma surətdə verəcək mənə bunun kvadratı, n-in kvadratı üstə gəl n çıxılsın n-in kvadratı. O da bərabərdir. N bölünsün kök altında n-in kvadratı üstə gəl n, üstə gəl n. Burada da limit olur əlbəttə ki. N yaxınlaşır sonsuzluğa. Şimdi mən bunun surətini də, məxrəcini də n-ə böləcəyəm. Limit n yaxınlaşır sonsuzluğa, surəti n-ə böləndə 1 verir mənə. Məxrəci, bunu n-in kvadratına böləndə kök altında olur. 1 üstə gəl 1 böl n. Bir də üstə gəl 1 böl n. O da bərabərdir. Bu sıfıra yaxınlaşır, bu sıfıra yaxınlaşır. Burada cavab olur neçə? 1 böl. Burada deyən bir dəqiqə görək. Burada neçə oldu? Burada bunları düz vurmadım mı deyirsən? N'in kvadratı üstə gəl n çıxılsın n'in kvadratı. Məxrəcdə üstə gəldi. Bax işte burada deməli 1 böl n qalmır. N'i n'ə bölürəm deyirəm. 1 böl n yazıram. Bu 1 deyə uşaqlar. Aydın oldu mu? N'i n'ə böləndə 1 böl n'dir. Bunu da n'in kvadratına bölürəm də kökün daxilini. O da bərabərdir. Buradan 1 çıxır, buradan da 1 olur. 2'də 1. Və cavab bu olacaq uşaqlar. Deməli neçə nömrə? Hansı variant? Y variantı. Sonra dördüncü çalışmaya keçək. Dördüncü çalışmada limit n yaxınlaşır sonsuzluğa. Deməli kök altında 25n, məxrəcdə olacaq kök altında 36n, üstə gəl kök altında 15n. Və belə bir ifadədir. O da bərabərdir. Gəl bunları n'ə bölək. N'ə böləndə uşaqlar limit n sonsuzluğa yaxınlaşır. Bax, kökün daxilindəki n'in kök var axı burada. Aydınmı? Hər ikisində n'ə bölürəmsə elə belə adi köksüz ədədir. Onda bunun kökün daxilinə salanda n'in kvadratına bölürəm. Aydın oldu. Bu daha doğrusu kökdə də hər ikisi. N'ə böləcəyim bunlar. Hər surət də bütöv kökdədir, məxrəcdə. N'ə böləndə nə alınır orada? 25 5 çıxır oradan. Bunu n'ə böləndə uşaqlar. Burada 36 qalır, amma bunu n'in kvadratına bölürəm də. Düzdürmü? Bu kökün daxilində kökdə var. Bunu n'in kvadratına böləndə 15 böl n qalır. Bu da sıfıra yaxınlaşır. Buradan isə 36'dan da kök 6 çıxır. Olur 6'da 5. Cavab oldu D variantı. 5-ci çalışmada. Deməli limit n yaxınlaşır sonsuzluğa. 1 üstə gəl 2 üstə gəl 3 üstə gəl və ilə axır üstə gəl n. Silsilə də bu uşaqlar ədədi silsilədir. N'in kvadratı üstə gəl 4n üstə gəl 3. Gəl bu silsilənin cəmini tapaq. Görüm nə verəcək mənə? Limit n yaxınlaşır sonsuzluğa. Silsilənin cəmi Sn bərabərdir. Ardıcıl hədlərdir. D də 1'dir. Birinci ilə ikincini toplayıb böləcəyim 2'ye. Onu da vuracağım elementlərin sayına. Aydındır mı? Burada elementlərin deməli böl 2 vurulsun. Elementlərin sayı burada neçədir? Deməli gəl belə eləyək. Onda elementlərin sayını tapım da burada. N dənədir. N böl 2 olacaqdı onda. N böl 2. Elədir mi? Belə olacaq. Deməli 4 n vurulsun. N üstə gəl 1. Böyle bir yazılış oldu. Şimdi burada da. Deməli məxrəc n'in kvadratı üstə gəl 4n üstə gəl 3. Bu 4 gələcək məxrəcə. Aydınmı? Yaxud da qarşıya yazın bunu. 4'də 1'i belə yazın. Burada da surətdə nə verəcək mənə? N'in kvadratı üstə gəl n. Şimdi mən bunları surətin də məxrəcin də n'in kvadratına böləndə bu 4'də 1 qalır. Aydınmı? 4'də 1 qalacaq orada. N'in kvadratına böləndə burada nəsə burada cəmini düz tapmışam mən. Həm 1 üstə gəl n bölünsün 2. Burada da elementlərin sayı n bölü 2'dir də n'in kvadratı üstə gəl 1'dir. Burada n'ə böləndə elementlərin sayı n dənədir. Uşaqlar mən elementlərin sayını Elementlərin sayı n dənədir burada. Mən necə səhv edirəm orada?
Bizdə kobud səhv edirəm. Burada 2 olur. N də nədir burada? Adi ardıcıl ədədlər ona görə belə şifahi yazıram. Yoxsa o AN bərabərdir. A1 üstə gəl N çıxılsı 1 vurulsu D düsturu ilə yazmaq lazımdır. Burada bəli 2-də 1 alınır. Cavab burada bax, bunu böləndə N-ə. N'in kvadratına 1 alınır. Burada 1 böl N alınır. Bu 0'a yaxınlaşır. Bax, bu da 0'a yaxınlaşacaq. Bu da. Burada da 1 qalacaq. 2'də 1'i də 1'ə vuranda 2'də 1. Cevap 2'də 1'dir. 0.5 yazılır burada. C variantıdır. 6. sualda. 6. suala baxaq. Limit n yaxınlaşır sonsuzluğa. Deməli, kök altında 3n'in kvadratı çıxılsın 7. O da üstə gəl 1. Bu da kök altında 12n'in kvadratı üstə gəl 1. Kök altında bu da çıxılsın 5. Bərabərdir. İndi bura baxaq uşaqlar. Bunu mən bir daha şifahi yazıb hesablayaq. Bax, bunu n'in kvadratına bölməliyəm. Kök altı ifadələri bunları n'ə. Bunlar 0 verəcək. Bu da 0 verəcək. 7 böl n'in kvadratı. 1 böl n'in kvadratı 0'a. Bunları böləndə buradan kök altında 3 qalır. Düzdürmü? Burada da kök altında 12. Bir sözlə uşaqlar, yüksək dərəcəli hədlərin əmsallarını saxlayın. Aydındırmı? Yüksək dərəcəli hədd hansıdırsa onların əmsallarını saxlayın. Bu da eləyir, deməli kök altında 4'də 1, o da eləyir 2'də 1. Cavab oldu neçə? 2'də 1. 6 nömrəli çalışmada B variantı. Cavab 2'də 1'dir. 7 nömrəli çalışmaya baxaq. Limit n yaxınlaşır sonsuzluğa. N yaxınlaşır sonsuzluğa. Kök altında 7 n çıxılsın 3, üstə gəl n. Məxrəcdə də kök altında 14 n üstə gəl 1, o da üstə gəl 3 n. Bu da n'dir. Düzdürmü? Bax, yəni fikir verək. Məxrəcdə 14 n'dir. Mən bunu nəyə bölməliyəm? Deməli, bölməliyəm n'ə. Düzdürmü? Bunları n'ə böləndə burada 1 alınır, burada da 3. Amma bunları n'in kvadratına bölməliyəm. Kök altı ifadə. 7 böl n qalır. 3 böl n'in kvadratı. 14 böl n'in kvadratı. 1 böl n. Bunlar hamısı 0 verir bizə. Qalır surətdə 1, məxrəcdə də 3. Cavab oldu 3'də 1. 7 nömrəli çalışma A variantı. Sonra 8'ə baxaq. 8'də limit, deməli, limit n yaxınlaşır sonsuzluğa kök altında. 3n üstə gəl 1. Burada da kök altında 3n üstə gəl 1. Hər ikisi kökün daxilindədir. Burada n bir dənə birinci həddə iştirak edir. Surətdə də, məxrəcdə də. Bunlar n'in kvadratına böləndə nə verəcək bizə? N'ə böləndə, daha doğrusu kök altındadır bu. Kök altındadır. Daha kənarda n yoxdur. Kənarda hədd yoxdur. Ona göre n'e böləndə burada 3 alınır, burada da 3 alınır. Kök altında 3'lər. İxtisar gedir, cevap olur 1. 8 nömrəli çalışmaydı. 1 C variantı. 9 nömrəli çalışmaya baxaq. 9'da limit n yaxınlaşır sonsuzluğa. Deməli, surətində var orada. 7 kök altında n'in kvadratı üstə gəl 1. Bir də üstə gəl 1. Bu da bölünsün 2n'ə. Məxrəci n'ə böləcəyəm. Yuxarıdakını kökün daxilinə n'in kvadratına. Aydın oldu mu? Şimdi burada baxaq görək. Burada n'in kvadratına böləndə burada 1 alınacaq. Bu 0 eləyəcək. 1 bölü n'in kvadratı. N sonsuzluğa yaxınlaşır. Bu da 0 eləyəcək. 1 bölü n. Burada 2 alınacaq. 2'də 7. 3,5. A variantı. Sonra 10. sual. Bunlar sadə suallardır uşaqlar. Asan çalışmalardır. Ona görə də bunları şifahi də dərhal yaza bilirsiniz də. Baxın, öyrənin, yaxşı sərbəst yazın. Limit n yaxınlaşır sonsuzluğa. Burada necədir? Surətdə 5n üstə gəl 1. Məxrəcdə də 2 kök altında n'in kvadratı üstə gəl 4. Surəti n'ə böləcəyəm. Bu 5 verəcək mənə. Bu 0 verəcək. Bunu da n'in kvadratına kök altı ifadə daxil. Burada 1 eləcək. Bu 0 verəcək. 4 bölü n'in kvadratı 0'a yaxınlaşır. 1, bu da 2. 2'də 5. 2,5 eləyir cevap. 2,5 D variantı. Sonra baxaq 44 nömrəli çalışmaya. 11 nömrəli çalışmaya. 11 nömrəli çalışmada limit n yaxınlaşır sonsuzluğa.
Deməli, kəsr xətti 4n üstə gəl 1 kök altında 16n'in kvadratı üstə gəl 8. Bu limiti hesablayırıq. Deməli, n'e böləndə yuxarıda 4 alınacaq. Aşağıda nə? 16, kök altında 16. Aydınmı? Bunlar 0 verəcək. N'in kvadratına böləndə. Əvvəlki çalışmalara da baxın, o izahlı yazdıqlarımı oradan biləcəksiniz. Bu eləcək 4, 4'də 4, 1. Cavab oldu neçə? 1. D variantı. 12 nömrəli çalışmada nedir? Orada da limit n yaxınlaşır sonsuzluğa. N sonsuzluğa yaxınlaşır. 3 çıxılsın 5 bölünsün 2n. Burada 3n'den asıl da gör. Bu sıfıra yakınlaşır. Aydın meseledir. Düzdür mü? En sonsuzluğa yakınlaşanda bu sıfıra yakınlaşacak. Elbette ki bu limit de neye yakınlaşacak? 3'e. Cevap oldu 3. Hansı variantı? D variantı. Sonra 13. çalışmaya da bakalım. 13. çalışmada limit n yakınlaşır sonsuzluğa. Deməli 2 çıxılsın 4 bölünsün 3n. Əlbəttə ki bu da sıfıra yaxınlaşır. Bu eləcək cavab 2. Bərabərdir 2. Hansındadır orada 2? Y variantındadır. Sonra baxım sonra hansıdır orada? Deməli bu 13 idi. 14'e baxaq görək. 14 nömrəli çalışmaya. Limit n yaxınlaşır sonsuzluğa. Burada da 1 üstə gəl 1 böl n'dir. 1 bölü n sıfıra yakınlaşır. Aydın mı? En sonsuz böyük olduğuna göre cevap olacak 1. Deməli cevap 1. D variantı. Burada da D variantı. Uşaqlar 15'in misalını köçürdümürəm. O da elə 1 çıxılsın 1 böl n'dir. Burada üstə gəldi, burada çıxmadı. Cevap verəcək mənə 1'i. Burada cevap 1'də A variantıdır. Sonra 16'ya baxaq. 16 nömrəli çalışmada limit n sonsuzluğa yaxınlaşır. Kəsir xətti çəkək. 3n çıxılsın 1. Bir də kök altında n'in kvadratı. N'in kvadratı üstə gəl 3. Bərabərdir. Sonsuzluğa yaxınlaşdığına görə surəti mən n'e böləndə burada 3 qalır. Bu 1 bölü n'dir 0 eləyir. Surətdə 3 qalır. N sonsuz n'in kvadratı burada daxilə salanda kökün daxilində n'in kvadratı olur. Bunu da n'in kvadratını da n'in kvadratına böləndə 1 eləyəcək. 3'ü n'in kvadratına böləndə o sıfıra yaxınlaşacaq. Cevap burada 3'dür uşaqlar. 16 nömrəli çalışmada cevap 3'dür. B variantı. 17 nömrəli çalışmada limit n yaxınlaşır sonsuzluğa. Kəsir xəttidir. Deməli, surətdə 2n üstə gəl 1, məxrəcdə kök altında n'in kvadratı üstə gəl 1'dir. Bütöv bir kökün daxilində bərabərdir. Surəti n'e bölürəm. Burada 2 qalır, üstə gəl 1 bölü n 0'dır. 2 eləyəcək yuxarı. Aşağıda da n'i kökün daxilinə salanda n'in kvadratına böləndə 1 eləyir. Bu 1 bölü n'in kvadratı 0 eləyir. Məxrəcdə 1 eləyir. Cavab olur neçə? 2. 17'de cevap 2 E variantıdır. Ve 18 nömrəli çalışmaya baxaq. Deməli orada limit n yaxınlaşır sonsuzluğa. Kəsirimiz necədir? 2n üstə gəl 3, 2n üstə gəl 3, bu da 5n üstə gəl 1. Yuxarıdakı ifadədə ən yüksək dərəcəli hədd 2n'dir, aşağıdakında 5n'dir. Ona görə də bunların əmsallarını yazıram bir dəfəlik. Bax 2 böl 5. Siz de çalışmalar, böyle suallarınız olanda bu cürlə şifahi yaza bilərsiniz uşaqlar. Sonra bax 19 nömrəli çalışmanı yazaq. 19 nömrəli çalışmada fikir verin bura limit bax n yaxınlaşır nəyə? Sonsuzluğa. Kəsir xəttini çəkirəm. 3n üstə gəl 1. Məxrəcdə də n çıx 2. Bərabərdir. Yüksək dərəcəli hədd birinci həddi n məxrəcdə yuxarıda da 3n'dir. Ona göre de əmsallarını böldürəm. N'in əmsalı da 1'dir. O da eləyəcək 3. Cevap bax 3'dür. C variantıdır cevap burada. Sonra 20 nömrəli çalışmaya baxaq. Limit n yaxınlaşır sonsuzluğa. Kəsir xətti. Bu ədədlər sizi çaşdırmasın uşaqlar. 2020'dir. Məxrəcdə də n çıxılsın. Neçədir? 2020'dir. Aydın mı? Cevaplar görürsün. Onlardan asıl da verirlər. Bax burada bu ifadənin çox hədlidir də, elə deyilmi? 2 hədli.
Dərəcəsi neçədir? 1. O da n-in dərəcəsidir. Düzdürmü? Ən yüksək dərəcə budur. Ən yüksək dərəcə də burada məxrəcdə budur. Ona görə də n-in əmsalı 1-dir. Elədirmi? 1 bölünsün, bunun da əmsalı 1-dir. Bərabərdir 1. Cavab 1 eləcə gördü. A variantı. Bu ədədlər sizi çaşdırmaz. 22-yə bax. 21-ə. 21-də də eyni ilə həmin ifadədir uşaqlar. Orada fikir verin. Deməli burada ne verəcək? Bu da bizə birdən qoy yazım onu. Limit n yaxınlaşır sonsuzluq. Kəsr xətti çəkirəm. 2020 n çıxılsın 1. Bu da 2020 n üstə gəl 1'dir. Fikir verin, bunun əmsalı ən yüksək hədd budur da, düzdürmü? Surətdə də budur. N'in dərəcəsi 1'dir, bunun da dərəcəsi 1'dir. N'ə böləndə bunlar qalır da, surətdə qalır 2020, məxrəcdə də 2020. Bunlar da ixtisar gedir 1. Cavab burada da 1'dir. Deməli C variantıdır. Cavab C variantıdır. Keçək 22 nömrəli çalışmaya. 22 nömrəli çalışmaya baxaq. Yazıram 22 nömrəli çalışmada. Burada n limit n yaxınlaşır sonsuzluğa. Kəsr xəttini çəkirəm. 3n'in kvadratı üstə gəl 2. Bir də n üstü 4 üstə gəl 1. Bərabərdir. Burada baxıram. Yüksək dərəcəyə bölünməlidir uşaqlar. Bax, bölürəm. Limiti də burada limit yazılmalıdır da n yaxınlaşır sonsuzluğa. Bax, burada n üstü 4'ə böləcəyəm. N üstü 4'ə böləndə məxrəcdə 1 alınır. Üstə gəl 1 böl n üstü 4. Düzdürmü? Surətdə böləndə 3 bölünsün n'in kvadratı üstə gəl 2 bölünsün n üstü 4 bərabər. Bax, n'in n sonsuzluğa yaxınlaşdığına görə bu sıfıra yaxınlaşacaq. Məxrəcdə n'in kvadratı var. Bax, bu da sıfıra yaxınlaşır, bu da sıfıra yaxınlaşır. Qalır 0 bölünsün 1. Cavab oldu 0. C variantıdır. Orada cavab C variantıdır uşaq. Sonraki 23. 23'də limit n yaxınlaşır sonsuzluğa. Funksiyanın limiti biraz da maraqlıdır. Bunlarda eyni standart formalı yazılışlardır. Bir dənə o fərqin qoşmasına vurulması var idi orada çalışma. Bax, onu gözləmək şərtiyle. Bərabər. Bu da bizə nə verəcək? 0 verəcək uşaqlar. Bax, n'in kvadratına bölməliyəm. N'in kvadratına böləndə məxrəcdə 1 alınır. Burada 5 böl n qalır. Üstə gəl 3 böl n. Yuxarı 0 verir mən. Ona görə cavab 0 olacaq. Bu da D variantı. Sonra 24'e baxaq. Limit n yaxınlaşır sonsuzluğa. 2 n'in kvadratı üstə gəl 5n üstə gəl 1. Məxrəcdə də n'in kubu üstə gəl 4n üstə gəl 5. Bunu da yüksək dərəcə n'in kubudur. N'in kubuna bölürəm. Məxrəci də surəti də. Məxrəcdə olacaq 1. N'in kubuna böləndə. Bunlar 4 böl n elir. N'in kvadratı. Bu 0'dır. Bu da 5 böl n'in kubu elir. Bu da 0'dır. Bax, surətdə də hamısı 0 eləcək. Hamısının məxrəcində n qalacaqdır. Bunu böləndə n'in kubuna 2 böl n qalır. 5 n'ı böləndə 5 böl n'in kvadratı qalır. 1 böl n'in kubu. Ona görə surət də 0'dır. Burada cavab 0 eləcək uşaqlar. 24'də. E variantı. 25. 25'də limit n yaxınlaşır sonsuzluğa. Kəsr xətti çəkirəm. Surətdə olur 1 üstə gəl 2n üstə gəl 5n'in kvadratı. Məxrəcdə olacaq. Deməli, n'in kvadratı üstə gəl 3n üstə gəl 1. Məxrəcin ən yüksək dərəcəsi n'in kvadratdır, n'in kvadratıdır. Qüvvət üstü 2'dir. Bu surətdə də 5n'in kvadratıdır. Hər ikisi kvadrat olduğuna görə əmsallarını böləcəyəm. 5'i böləcəyəm 1'ə. Yəni n'in kvadratına böləndə sərbəst hədd o qalacaq. Aydındır mı uşaqlar? Bərabərdir 5'ə. Cavab burada 5 eləcək. D variantıdır. Sonra 26 nömrəli çalışmada. Deməli, limit n yaxınlaşır sonsuzluğa. 4 üstə gəl 6n çıxılsın 7n'in kvadratı. Məxrəcdə də n'in kvadratı üstə gəl 3n üstə gəl 4. Burada da n'in kvadratına böləndə sərbəst hədd kimi -7 qalır yuxarıda.
Burada da 1 qalır. O da eləyir -7. O qalan hədlər 0-a çevriləcək. Cavab -7. Bəli, -7. A variantı. Aşağıda 7 var. -7 yoxdur. Elə bildim aşağıdakı çalışmada. Yox, bu 27-ni indi yazıram. Deməli, burada verir mənə 7 n'in kubu, üstə gəl n'in kvadratı, üstə gəl 1. Aşağıda da n'in kubu, üstə gəl 3n, üstə gəl 8. Məxrəcin limit. En sonsuzluğa yaxınlaşır burada hamısında. Deməli, burada uşaqlar fikir verin. Ən yüksək dərəcəli hədd 7'nin kubu surətdədir, məxrəcdə də n'in kubudur. Ona görə də n'in kubuna böləndə burada mənə 7'ni verəcək, məxrəcdə də 1 verəcək. O da eləyəcək 7. Cavab olacaq 7. 7 C variantıdır 27'də. 28'e baxaq. 28'də limit n yaxınlaşır sonsuzluğa. Deməli, n'in kvadratı n üstə gəl 3 çıxılsın n. Bunu ortaya məxrəcə gətirmək lazımdır. Aydın, bu n'dən asılıdır. Sərbəst ədəd olsaydı bir nəticəyə gələ bilərdim. Bax, yazıram limit n yaxınlaşır sonsuzluq. Bu mənə verir n üstə gəl 3. N'in kvadratı çıxılsın, n'in kvadratı çıxılsın 3n. O da bərabərdir. O da eləyir limit n sonsuzluğa yaxınlaşır. Eləyir -3n. Məxrəcdə də n üstə gəl 3. N'ə böləndə yüksək dərəcə n'dir. Deməli, bunu 1'dir. N'in dərəcəsi 1'dir. Yüksək dərəcəli hədd budur. Bir də budur. Ona görə n'ə böləndə -3 yuxarıda alınacaq. 1 də aşağıda. Cavab olacaq -3. 28'də. -3 Y variantı. Sonra 29'a baxaq. 29'da da eyni qayda ilə orta məxrəcə gətirmək lazım gələcək onu. Bəli. Deməli, n'in kvadratı n üstə gəl 5 çıxılsın n. Bunu orta məxrəcə gətirəndə limit n yaxınlaşır sonsuzluğa. Nə verəcək mənə? Deməli, n'in kvadratı çıxılsın n buna vurulacaq. N'in kvadratı çıxılsın 5n. Məxrəcdə də nə verir mənə? Olduğu kimi qalır. Üstə gəl 5. Bərabərdir. O da bərabərdir. Limit n yaxınlaşır sonsuzluğa. Burada n'in kvadratları gedir -5n surətdə qalır. N üstə gəl 5 aşağıda. N'ə böləcəyim. Surəti də məxrəci də böləndə -5 yuxarıda alınır. N'ə böləndə 1 alınır. 5'i n'ə böləndə 0'a yaxınlaşacaq. N sonsuzluğu da axı məxrəc sonsuz böyük ədəddir. Cavab olur -5. 29 nömrəli çalışmada -5 B variantıdır. 30 nömrəli çalışmada. Deməli, limit n yaxınlaşır sonsuzluğa. 6n üstə gəl 7. 3n'in kvadratı üstə gəl 1. O da çıxılsın 3. Bərabərdir. Bunu da orta məxrəcə gətirək. Deməli, 6n üstə gəl 7'dir. Məxrəcdə də 3n'in kvadratı üstə gəl 1'dir. Deməli, surətdə olur 6n üstə gəl 7. Bu da eləyir 3n'in kvadratı üstə gəl 1. Bu da çıxılsın 3. Deməli, neçə eləyir? 9 n'in kvadratı üstə gəl çıxılsın 3. O da bərabərdir. Bərabərdir. Deməli, bunu heç ortaq məxrəcə gətirməsəydim də olar deyə. Məxrəc n'in kvadratına böləndə uşaqlar. Gətirməsəm də olar bunu. Bilirsiniz nə üçün? Bax, bunu n'in kvadratına böləndə məxrəc sıfırdan fərqli olur axı. 3 burada alınır. Yuxarısı n kvadratına böləndə 6 böl n qalır. Bu da 7 böl n kvadrat. Surət də 0 olur. Belə olur. Ehtiyac yoxdur. Fikirləşmədən yazdım onu. Burada uşaqlar, n'in kvadratına bölə bilmirdim. Məxrəcdə 0 alınırdı. Ona görə gətirmişim bunu ortaya məxrəcə.
Elə bildim eyni tip misalda, ona göre bunu ortaya makaraca getirdim. Ehtiyac yoktu. Burada cevap mənfi 3 olacak. Getirmeye ihtiyac yoktu ortaya makaraca. 30'da mənfi 3 A variantı. Cevap oldu A variantı. Sonra 31 nömrəli çalışmaya bak. 31 nömrəli çalışmaya. Limit en yaxınlaşır sonsuzluğa. Deməli, açıram mötərizə. Mənfi 1 üstündə n, məxrəcdə 3n. Üstə gəl 5. Bərabərdir. Uşaqlar, burada n sonsuzluğa yaxınlaşanda məxrəc sonsuz bölgədə də olur. Bu sıfıra yaxınlaşır. Aydınmı? Bax, yaxınlaşır sıfıra. Qalır bir dənə 5. Cavab oldu burada 5. Hansı cavabdır? B variantı. Keçirəm 32 nömrəli çalışmaya. 32'de nedir? Limit en yaxınlaşır sonsuzluğa. Kəsr xəttidir. Kök altında 4n'in kvadratı. Çıx 3n, üstə gəl 1. Məxrəcdə isə 5n çıxılsın 1. O da bərabərdir. Deməli, məxrəcə n-ə bölürəm. Surəti n daxil edirəm. Kökün daxilində olur n'in kvadratı. Bax, surətdə qalır kök altında 4 eləcək. Bunlar 0 eləcək. 3 böl n, üstə gəl 1 böl n kvadrat. Bunu da n-ə böləndə məxrəcdə də 5 eləcək. 4-dən kök çıxır 2. Cavab olur 5'də 2. A variantı. Sonra keçək 33 nömrəli çalışmaya. 33 nömrəli çalışmaya. Bu çalışmaya baxa görək. Bu çalışma da limit n sonsuzluğa yaxınlaşır. Kəsr xətti çəkirəm. Surətdə olur 2n çıx 7. Məxrəcdə olur kök altında 9n'in kvadratı çıxılsın 6n, üstə gəl 4. Bərabərdir. O da bərabərdir. Surəti n-ə bölürəm, məxrəci də kökün daxilinə salıram, n'in kvadratı olur, bölünür. Buradan 9'dan 3 çıxacaq, surətdən də 2. Cavab 3'də 2. Qalanları 0 verir uşaqlar. Məxrəcdə hansında n qalırsa və n'in qüvvəti qalırsa o 0 verəcək sizə. Cavab 3'də 2. Y variantında var orada. Sonra 34 nömrəli çalışma. 34 nömrəli çalışmaya da baxaq görək. Orada deməli necə yazacaq 34'ü? Limit en yaxınlaşır sonsuzluğa. Xn bərabərdir 3'ə. Bir də limit n yaxınlaşır sonsuzluğa, yn olardı o da. O da bərabərdir 1 olduqda bu limiti hesablayacağım. Limit n yaxınlaşır sonsuzluğa. Deməli 5xn çıxılsın 2yn. O da bərabərdir. Bunu hesablayacağıq. Burada cavab uşaqlar x'nin limiti 3'dür, 15 eləyir. Y'nin də limiti 1'dir, 2 eləyir. 15'dən 2 çıxacağım, yazacağım. Neçə eləyir? 13. Ümumi qaydadır ümumiyyətlə. Tək-tək bunların limitləri alına bilir. Aydın oldu. Və bunun limiti 5 çıxır, limitin işarəsi xaricinətdən yazmıram burada. Limit n sonsuzluğa yaxınlaşır, xn yazılmalıdır. Açıq şəkildə yazılandır. X'nin limiti də 3'dür. Çıxılsın 2 vurulsun. 2 limitin işarəsi xaricinə çıxır. Y'nin limiti də 1 verir bizə. Cavab olacaq 13. Bax belə. 13 B variantı. Cavab B variantıdır uşaqlar. Sonra baxaq. Yox, arxasında yox deyir. Baxın 10, 30, neçədir bu? 35. 35 nömrəli çalışmanı yazıq. İndi 35 nömrəli çalışmada nədir uşaqlar? Baxaq. Eyni ilə o qayda ilə limiti verin mənə. Limit n yaxınlaşır sonsuzluğa. X'nin limiti neçədir? 35'də 1. Bir də limit yn də verin mənə 3. Olduqda bu limiti hesablayacağım. Limit deməli n sonsuzluğa yaxınlaşır. 2xn üstə gəl 4yn. O da bərabərdir. 2 vurulsun x'in limiti 1'dir. Üstə gəl 4 vurulsun y'nin limiti 3'dür. O da eləyir neçə? 14.
14. Cevap var mı orada? D, B variantıdır. Cevap B variantıdır uşaqlar. 36'ya baxaq. 36'da deməli yazıram limit en yaxınlaşır sonsuzluğa. Kök altında 4n'in kvadratı üste gel n bir de çıxılsın 2n. Bunun limitini hesablayacağım. Bak uşaqlar, bunun limiti sonsuzluğa yaxınlaşır. Bu da sonsuzluğa yaxınlaşır. Sonsuzluq çıx, sonsuzluq qeyri-müəyyənlikdir. Ona görə də mən bunu dərhal məsələn n'ə bölsəm, burada 2 alınacaq. Bunun n'in kvadratına 4 alınacaq. 4'dən də 2 çıxır. 2 çıx, 2 0 verir mənə. Aydındır mı? Amma cavab olmayacaq. İndi gəlin baxaq. Deməli mən bunu necə yazıram? Bax, limit en yaxınlaşır sonsuzluğa. Mən bu əvvəlki çalışmalarda da yazdım bunu. Qoşmasına vururam. Bunu qoşması kök altında 4n'in kvadratı üstə gəl n üstə gəl 2n. Surəti vuranda uşaqlar üstə gəlinə olacaq 4n'in kvadratı üstə gəl n bir də bunun kvadratı çıxılsın 4n'in kvadratı bərabərdir. O da bərabərdir. Deməli limit en yaxınlaşır sonsuzluğa. Surətdə bunlar gedir, qalır n bölünsün neçə? Bax, kök altında 4n'in kvadratı üstə gəl n bir də üstə gəl 2n. Düzdürmü? Yine gəl bunu bölək n'ə. Yüksək dərəcə n'dir. Məxrəcdə 4 kökün daxilində n'in kvadratı olub. Aydın oldu mu? Yuxarıdakı 1 verəcək. Məxrəcdə də bizə nə verəcək burada? Deməli 4n'in kvadratıdır da, düzdürmü? 4n'in kvadratından da 4'ten kök çıxacaq da. N'in kvadratına böləndə, yox, deyəndən bir dəqiqə. Bunu n'in kvadratına böləndə burada 4 qalır. Bu n'in kvadratına böləndə 1 bölən qalır. Bu 0 olacaq. Bunu da n'ə bölməliyəm də. Deməli üstə gəl 2. Aydındır mı? O da bərabərdir. Bundan 2 çıxır. Bu da 2. 4'də 1. Cevap 4'də 1. Bəli, Y variantı. Bax, diqqətli olun uşaqlar. Az qala burada səhv eləyəcəkdim mən. Aydındır mı? Bu 2'ni kənarda görmədim. Gec fikir verdim. Sonra 37 nömrəli çalışmada. 37 nömrəli çalışmada limit en yaxınlaşır sonsuzluğa. Burada olur 6 vurulsun 4 üstü n üstə gəl 1. Məxrəcdə də 3 vurulsun 2 üstü n üstə gəl 1. Bu da çıxılsın 2 üstündə n üstə gəl 1. Belə bir ifadə verilib bizə uşaqlar. İndi gəl orta məxrəcə gətirəcəyəm bunu. Orta məxrəcə gətirək görək. Bərabərdir. Limit deməli məxrəcdə olacaq 3 vurulsun 2 üstü n üstə gəl 1. Uşaqlar, bu ifadədə 2 vur 2 üstü n deməkdir. Aydındır mı? Gəl elə vuranda surətdə onu 6 vurulsun. Bunu da mən belə yazıram. 2 üstü 2n kimi yazıram. Hamısını 2 üstü qüvvət şəklində yazıram. Üstə gəl 1. Bu da çıxılsın. Deməli buna vurulacaq da bunlar. Düzdürmü? Eləyir 6 deməli 2 üstü 2n. Düzdürmü? Və buna vurulur. Bir də üstə gəl. Üstə gəl. 2 vurulsun. 2 üstü n. 1'e vuranda bunu. Bunu verəcək bizə. Bərabər üstə gəl olmuyor. Çıxılsın olur. Bərabərdir. O da bərabərdir. Limit en yaxınlaşır sonsuzluğa. Şimdi burada bunlar gedir. Elədir mi? Yuxarıda qalır nə? 2 vurulsun. 2 üstü n. Məxrəcdə də 3 vurulsun. 2 üstü n. Üstə gəl 1. O da bərabərdir. Bunları 2 üstü n'lərə böləndə burada yuxarıda mənfi 2 qalacaq. Burada 3 qalacaq. Burada da bunu da 2 üstü n'ə böləndə n sonsuzluğa artanda bu sıfıra yaxınlaşacaq. Cavab olacaq mənfi 3'də 2. 3'də 2. 30. Cevap mənfi 3'də 2 var. Orada 37 idi də. Mənfi 3'də 2 A variantında var. Sonra keçək 38 nömrəli çalışmaya. 38 də bu tip çalışmadır. En yaxınlaşır sonsuzluğa. Deməli 6, 9 üstü n üstə gəl 1. 2 vurulsun 3 üstü n üstə gəl 1. O da çıxılsın 3 üstündə n üstə gəl 1. Fikir verin, yuxarıdakı çalışmada
2 üstü n'lər idi, burada 3 üstü. Yazıram limit n yaxınlaşır sonsuzluğa. Deməli, bu 3 üstü 2n deməkdir. 6 vurulsun 3 üstü 2n, üstə gəl 1. Məxrəcdə də 2 vur 3 üstü n, üstə gəl 1. Bax, bunun əvəzinə uşaqlar, bax, bunun əvəzinə yazıram 3 vurulsun 3 üstü n. Düzdürmü? 3 üstü 1, 3 üstü n. O da çıxılsın. İndi mən bunu bax, buna vururam. Mənfidir bu özü də ya. Burada mənfisi var axı. Deməli, bunu vuranda buna 6 vurulsun 3 üstü 2n eləyir. Çıxılsın olacaq. Burada çıxmadı axı. Çıxılsın 3 vurulsun 3 üstü n. Çıxılsın 3 vurulsun 3 üstü n. Heç mötərizəyə ehtiyac yoxdur axı. Bərabərdir. O da bərabərdir. Burada da limit n yaxınlaşır sonsuzluğa. Deməli, məxrəcdə olur 2 vur 3 üstü n üstə gəl 1. Surətdə bunlar gedir. Qalır 1 çıxılsın 3 vurulsun 3 üstü n. O da bərabər. 3 üstü n'lərin əmsalları 2 ilə mənfi 3'dür də. Böləndə digərləri 0 eləcək. Mənfi 3 böl 2. Mənfi 2 də 3'dür də. Mənfi 2 də 3. Onluq kəsir. Adi kəsirlə yazdım. Mənfi 2 də 3 38'də. Bəli, D variantıdır. Aydın oldu uşaqlar. Bundan qabaqki çalışmalar hamısında bölmüşəm deyə. Tam izahatı vermişəm. Burada da ne üçün bunu verdi demişəm sizə də uşaqlar. Ona görə də yazırsınız 39 nömrəli çalışmanı. Limit n yaxınlaşır sonsuzluğa 3n çıxılsın kök altında 9n'in kvadratı çıxılsın 8n üstə gəl 2. Deməli bu ifadənin limitini hesablayacaq. Bunu qoşmasına vuracağım mən. Aydınmı? Deməli bunun qoşmasına vurmaq lazımdır. Vurub bölmək. Bərabərdir. Bu da limit n sonsuzluğa yaxınlaşır. Kəsir xətti çəkirəm. Deməli, böləcəyəm 3n üstə gəl kök altında 9n'in kvadratı çıx 8n üstə gəl 2 kökün daxilindədir. Bunu da qoşmasına vuranda eləcək 9n'in kvadratı çıxılsın. Bunun kvadratı da köksüz yazıram. Bax 9n kvadrat bu mənfi dəyişəcək. Üstə gəl 8n o da çıxılsın 2. Bərabərdir. Bərabərdir limit n yaxınlaşır sonsuzluğa. Deməli, kəsr xətti çəkirəm. 9n'in kvadratlar gedir. Qalır 8n çıxılsın 2. Sonra qalır məxrəcdə. Baxın, məxrəcdə əlimin ifadədə üstə gəl kök altında 9n'in kvadratı çıxılsın 8n üstə gəl 2. İndi mən n-ə böləcəyəm bunu. Bunun surəti n-ə böləndə 8 qalacaq. 2 bölün 0 verəcək. Bunu n-ə böləndə 3 qalır. Sonra nə var? Buradan da bir dənə də 3 buradan çıxacaq. N'in kvadratını böləndə 9 qalır. Bunları 8 böl n üstə gəl 2 böl n kvadrat. Onlar 0 eləcək. Buradan da 3 çıxır. Bərabərdir olur burada 6'da 8. İxtisar gedir 3'də 4. Deməli 39 nömrəli çalışmada 3'də 4 B variantında var cavabda. 40 nömrəli çalışma. Yenə təkrar edirəm, bu tip çalışmalarda diqqətli olun. Burada fərqli bir dənə bunlarda səhv eləyə bilər uşaq. Qalanlarda səhv eləməməlidir əslində. 40 nömrəli çalışmada limit deməli x yaxınlaşır sonsuzluğa. Kök altında x çıxılsın 4x. Bir de 2x üstə gəl 1. Deməli bu ifadədə gəl bölək də x-ə. X-ə böləndə bu kök altında x-in kvadratı olur. Bu belə olacaq da 1 böl x olacaq da. Aydınmı? Kökün daxilinə saldramaq x-i. Bu da çıxılsın 4 eləcək. X-i böləndə 4 eləcək. Burada 2 eləcək. Bu da üstə gəl 1 böl x eləyir. Bunlar 0'dır. X sonsuz bölgədədir. Qalır mənfi 4 bölü 2 mənfi 2. Neçə nömrədir? 40 nömrəli Y variantı. Cavab Y variantı. 41 nömrəli çalışmaya bax. 41'də limit n sonsuzluğa yaxınlaşır.
Deməli olur orada 4n çıxılsın kök altında 16n'in kvadratı çıxılsın 3n üstə gəl 1 bərabərdir. Bunu da qoşmasına, yenə də qoşmasına vuracağım bunu. Qoşmasına vuranda limit var burada. En sonsuzluğa yaxınlaşır. Deməli, surətdə mənə verəcək 16n'in kvadratı çıxılsın 16n'in kvadratı üstə gəl 3n üstə gəl 1 yox çıx 1. Düzdür, təsiri olmayacaq nəticəyə. Məxrəcdə də olacaq 4n üstə gəl kök altında bu ifadə. 16n'in kvadratı çıxılsın 3n üstə gəl 1. O da bərabərdir. Bərabərdir. N'in kvadratına bölürəm. N'in kvadratı, yox ha, n'in bunları sadələşdirmədim ki. Limit n yaxınlaşır sonsuzluğa. Qalır 3n çıxılsın 1. Məxrəcdə də 4n üstə gəl kök altında 16n'in kvadratı çıxılsın 3n üstə gəl 1. Burada da mənə verəcək n'ə böləndə verir mənə 3 yuxarıda 1 böl n 0 verəcək. N'ə böləndə 4. N'in kvadratını kökün daxilinə salıram. N'in kvadratı olur. Buradan da 4 çıxır. Düzdürmü? Bunlar 0 verəcək. 3 mənfi 3 böl n. Bir də üstə gəl 1 böl n kvadrat 0 olur. Cavab 8'də 3 aldım burada. 41 nömrəli çalışmada bəli A variantı. A variantı. 42 nömrəli çalışmaya da baxaq. 42 nömrəli çalışma. Burada nə deyir? Deməli, limit n yaxınlaşır nəyə? Sonsuzluğa. 2 dənə kök var orada. Bayaqki çalışmada da belə idi. 49n üstə gəl kök altında 10n. Bax belə. Məxrəcdə də kök altında 16n. N də kökün daxilində. Bərabərdir. Bunu mən böləcəyəm kök altında n'ə. Aydınmı? Kökdən kənarda n yoxdur deyə kök altında n'ə. Məxrəcdə alacağım 4. Kök altında n'ə böləndə 49 eləyir. 49'dan 7 çıxacaq. Bir də bunu bölmək üçün n'in kvadratına bölməliyim. Aydınmı? Çünki bir də bunun kökün daxilinə salım gərək də n'i. Olur n'in kvadratı. Bu da elə 10 böl n. O da 0'a yaxınlaşır. Cavab olacaq neçə? 4'də 7. B variantı. Cavab burada B variantı. Sonra 43 nömrəli çalışma. 43 nömrəli çalışmada baxaq. 43 nömrəli çalışmada deməli limit n yaxınlaşır sonsuzluğa. Sonra nə var orada? Kəsir xəttini çəkirəm. Kök altında deməli 3-cü dərəcədəndir. 8n'in kubi üstə gəl 2n çıx 1. Məxrəcdə də 4n üstə gəl 3'dür. Belə bir limitdir. Bu limiti hesablayacaq uşaqlar. Baxaq. Burada deməli mən bunu n'ə bölürəm, salıram kökün daxilinə n'in kubuna böləcəyəm də. Aydın oldu. Bu mənə verəcək kub kök altında 8. Bu mənə verəcək 4. Aydındır mı? Bunlar 0 verəcək. Çünki n'in kubuna böləndə 2 böl n'in kvadratı çıx 1 böl n'in kubu elər. Onlar 0 elər. Cavab bir də bu olacaq. 4'də 2. 2'də 1. 0'dan 10'da 5. Cavab açıqdır bunlardır. Bunlar açıq suallar. Bəli, bir də 0 10'da 5 verdi mənə. Sonra 44 nömrəli çalışmaya da baxaq. Limit n yaxınlaşır sonsuzluğa. Kub kök altında 27 n'in kubu. N'in kubu üstə gəl 8n çıx 1. Məxrəcdə də 5n üstə gəl 3. Bu da n'ə böləndə məxrəci 5 verir. N'in kubunu n'i çalıram kub kök altına. Bu verəcək mənə 27 kub kök altında 27. Bunlar isə 0 verəcək mənə. O da bərabərdir 5'də 3. 0,6, 5'də 3. Hansıdırsa cavab bu olacaq uşaqlar. Bir də bunlar. Sonra 45 nömrəli çalışmada. 45'də limit
n yaxınlaşır sonsuzluğa. Deməli 5-də 1 üstü n üstə gəl 6n bölünsün kök altında 4n'in kvadratı çıx 5 bərabərdir. Bu nə deməkdir? 1 böl 5 üstü n deməkdir də, düzdürmü uşaqlar? Bu 1 böl 5 üstü n deməkdir. Bu n də artdıqca bu nəyə yaxınlaşır? Sıfıra yaxınlaşacaq da, düzdürmü? Qalır bu ifadə. Bu ifadədə də deməli, baxaq, n-ə böləndə bu ifadəni yuxarıda 6 qalır. 6. Məxrəcdə də kök altında 4 qalır. Aydınmı? Bu 5 böl n'in kvadratı 0 verəcək bize. Bu da eləcək 2-də 6. Bu da eləyir cavab neçə? 3. Burada cavab 3 olacaq. 46'ya baxaq. 46 nömrəli çalışmada limit n yaxınlaşır sonsuzluğa. Kəsir xətti çəkirəm. 3 üstü n, o da çıxılsın 1. Məxrəcdə də 2 vurulsun 3 üstü n çıxılsın 1. Bərabərdir. Bunları 3 üstü n'lərə bölək. Deməli limit n yaxınlaşır sonsuzluğa. Bu 1 verir mənə, çıxılsın 1 bölünsün 3 üstü n. Məxrəcdə də 2 çıxılsın 1 bölünsün 3 üstü n. Burada uşaqlar fikir verin, n artdıqca bu sıfıra yaxınlaşır da bunlar. Elə demir? Qalır 1 böl 2. 0,5. Cavab olacaq 0,5. 1, 2-də 1 yaxud. Sonra 47'də limit n yaxınlaşır sonsuzluğa. Deməli 2 üstü n çıxılsın 3. Bu da 2 üstü n çıxılsın 1. 4 vurulsun var burada. Şimdi uşaqlar burada da bundan əvvəlkində izahlı yazdım da bölmə ilə. Bunu da 2 üstü n'ə böləcəyim. Bunu 2 üstü n'ə böləndə burada 1 qalır. Aşağıda da neçə qalacaq? 4 qalacaq. Aydınmı? O da bərabərdir 0,25. Şimdi cevap belə yazılıb. Bu cevap budur. 48 nömrəli çalışma. 48'də limit n yaxınlaşır sonsuzluğa. Bunu orta məxrəcə getirin birik. Çünkü burada məxrəcdə 0 alır. Ona göre de bu ifadəni orta məxrəcə getirin birik. N'in kubu çıxılsın 3n, 2n'in kvadratı çıxılsın 3. O da çıxılsın 5n'in kvadratı çıxılsın n'in kubu. Məxrəcdə də 3 vurulsun, 3 çıxılsın 2n'in kvadratı. Bərabərdir. Bir də baxaq çalışmaya. 3 deməli n'in kubu çıxılsın 3n, 2n'in kvadratı çıxılsın 3, çıxılsın 5n'in kvadratı çıx n'in kubu. Məxrəcdə də 3 çıxılsın 2n'in kvadratı. Baxaq. Deməli bu nə verəcək mənə? Limit n yaxınlaşır sonsuzluğa. Uşaqlar bu mənfi buraya gələcək də qarşıya, elə deyilmi? Məxrəcdə bu olacaq. Deməli 2n'in kvadratı çıxılsın 3. Bunu üstə müsbətlə hesablayacağım. Aydın oldu? 2n'in kvadratı çıx 3 yazıram. N'in kubu çıx 3n. Üstə gəl olacaq. Düzdürmü? Bu mənfini dəyişdirdim. Oldu 5n'in kvadratı. Bu da üstə gəl n'in kubu. Üstə gəl yox, çıxılsın. Burada üstə gəl oldu. Burada üstə gəl oldu ona görə. Bərabərdir o da limit n yaxınlaşır sonsuzluğa. Məxrəc 2n'in kvadratı çıxılsın 3'dür. Burada n'in kubları gedir. Bunlar lazım idi mənə getməyi. 5n'in kvadratı çıxılsın 3n. O da bərabərdir. Deməli, yüksək dərəcə n'in kvadratları da düzdürmü? Ona göre de 5 bölünsün 2 eləyəcək. O da eləyəcək 2,5. Cevap oldu bu. Burada uşaqlar məxrəc 0 alınırdı ya. Ona göre n'in kubuna bölməliydim. Ona göre bunu orta məxrəcə getirdim. 49 nömrəli çalışma. 49 limit n yaxınlaşır sonsuzluğa. 3'də 1 üstə gəl 2 böl n. Üstündə n. Limitini hesablayın. Baxaq. Burada uşaqlar bax bu deməli sıfıra yaxınlaşır.
Aydınmı? En sonsuz böyük olanda bu sıfıra yaxınlaşır. Qalır 3'də 1 üstü n. Bu da ne deməkdir? 1 bölünsün 3 üstü n'dir də limiti de var burada uşaqlar. Aydınmı? Yaxşı, bu 3 üstü n də sonsuz böyük ədəddə sıfıra yaxınlaşacaq da burada. Ona görə də cavab burada ne olacaq? 0. 50 nömrəli çalışma. Limit n yaxınlaşır sonsuzluğa. Burada da 1 üstəgəl 2 üstəgəl 3 üstəgəl və ilaxır üstəgəl n. Məxrəcdə də olur n'in kvadratı üstəgəl 2n üstəgəl 5. Limitini hesablayacaq. Bax, bu limiti deməli 1 ilə n'i toplayıb bölürəm 2'yə vururam n'ə. Bayaqlar bunu fikrim dağınıq idi. N bölü 2 kimi yazmışdım. Yani n'də nə hədd var da burada uşaqlar. N'in kvadratı üstəgəl 2n üstəgəl 5. O da bərabərdir. Deməli 2'də 1 vurulsun nə verəcək mənə? N'in kvadratı üstəgəl n, düzdürmü? Bu da məxrəcdə də n'in kvadratı üstəgəl 2n üstəgəl 5. Burada limitlər olmalı diye bilin uşaqlar. Yazmışdım limit. O da bərabərdir. Limit. Deməli burada n sonsuzluğa yaxınlaşır. İndi baxaq görək. Ne verəcək mənə bu? N'in kvadratı burada 2'də 1 de var. Bu 2'də 1'i yazıram burada. Heç limit yazmayaq, ehtiyac yoxdur da. Vurulsun. Bu yüksək dərəcə kvadratdır da ikisində də. Əmsalları 1'dir də. Vurulsun 1'ə. Bu da eləyir 2'də 1. Cavab oldu neçə? 0,5 və yaxud 2'də 1. Geçirəm 50 nömrəli çalışmaya. 51 nömrəli çalışmaya. 51'də nedir? 49, 51. 51 de eyni ilə yuxarıdakı çalışma kimidir. Limit n yaxınlaşır sonsuzluğa. Deməli 48 nömrəli çalışmada da var. Belə yazmışdım. Baxaq. Surətdə olur 5n üstəgəl n'in kubu. Məxrəcdə olur 2n'in kvadratı çıxılsın 5. Bu da olur üstəgəl n'in kubu çıxılsın 3n'in kvadratı. Məxrəcdə də 5 çıxılsın 2n'in kvadratı. Bərabərdir. Bunu da uşaqlar, yenə bu mənfini verirəm qarşıya, təkrar yazmıram. Orta məxrəcə gətirirəm. Var limit də var burada. Düzdürmü? N sonsuzluğa yaxınlaşır. Qalır 2n'in kvadratı çıxılsın 5. Bu heç bunu yazıram olduğu kimi. 5n üstəgəl n'in kubu. Burada da çıxımı olacaq. Çıxılsın n'in kubu üstəgəl 3n'in kvadratı. Bərabərdir. O da bərabərdir. Limit n yaxınlaşır sonsuzluğa. 2n'in kvadratı çıxılsın 5. Burada bunlar gedir. Burada qalır 3n'in kvadratı. Bir də neçə? 3n'in kvadratı. Bir də burada bu üstəgəl 5n. Burada yüksək dərəcələr n'in kvadratlarıdır. Əmsallarının nisbəti olacaq. 3/2. 1,5, 1,2'də 1. 51 nömrəli çalışmada. 52. 52'də nədir? Deməli, limit n yaxınlaşır sonsuzluğa. Deməli, 5'də 1 üstəgəl 7 bölünsün 3n üstündə n. Bərabərdir. Buraya fikir verin. 7 bölü 3 üstündeyim, bu sıfıra yaxınlaşır. N sonsuz bölgədə dolandı. Qalır burada 5'də 1 üstü n. 5'də 1 üstü n də bu deməkdir də 1 bölünsün 5 üstü n. N sonsuz bölgə olanda bu da sıfıra yaxınlaşır da, elə demir. Cavab olacaq 0 burada. 52 nömrəli çalışmada. Baxaq indi 53 nömrəli çalışmaya. 53 nömrəli çalışmaya baxaq. 53. 53'də nədir? Deməli, 53'də limit. Deməli, n yaxınlaşır sonsuzluğa. Verilib orada 3 üstü n, üstəgəl 3 üstü n, məxrəcdə də deməli, kök altında 4 n'in kvadratı üstəgəl 3. Məxrəcdə bunu verin mənə.
Düz yazdım mı? 3 üstü mənfi. Bəli. İndi baxaq. Bax, bu nə deməkdir uşaqlar? 1 böl 3 üstü n deməkdir. Düzdürmü? Deməli, bu heç, bu sıfıra yaxınlaşacaq. N böyüdükcə məxrəc böyüyür, sıfıra yaxınlaşır. Qalır bu ifadə. Burada 4n'in kvadratıdır mı? 4n'in kvadratıdır. Bu 3n'dir. Bu 3n'dir uşaqlar. Ona görə mətə qaldım mən orada. 3 vurulsun n'dir. Bu da ki, uşaqlar, n'ə böləndə surətdə 3 alacağım. Elədirmi? Surətdə 3 alacağım. Məxrəcdə də bu n'in kvadratına böləcəyim də kökün daxilinə salanda n'in kvadratı olur. Buradan da 4, 4'dən də 2 çıxır. Eləyir 1,5. Cavab oldu bu. 54 nömrəli çalışma. 54'də A1 verilib mənə. 4. Bir də D də verilib bizə. 8. Ne istəyir? Olarsa bu limiti hesablayacağım. Limit Sn bölünsün nəyə? N üstə gəl 2'nin kvadratına. Bunu hesablamaq lazım. Bu limiti. Sn'i hesablayaq da buradan. Sn nəyə bərabərdir? N hədd üçün. Deməli 2 dənə A1 üstə gəl n çıxılsın 1D böl 2 vurulsun n'dir də belədir də. O da bərabərdir nəyə? 8 üstə gəl D8 də eləyəcək 8n çıxılsın 8. Bölünsün 2 vurulsun n. Düz hesabladım mı? Deməli D8'dir bəli. O da beraber 8'ler gelir. Onda 4n'in kvadratı eləyir. 4n'in kvadratı. Böyle bir ifade aldım. Surette oldu deməli nə? 4n'in kvadratı. Məxrəcdə açanda n'in kvadratı üstə gəl. 4n üstə gəl 4. Bu limiti hesablayacağım. En sonsuzluğa yaxınlaşır. Aydınmı? En sonsuzluğa yaxınlaşır. Şimdi burada n'in kvadratı yüksek həddə, aydınmı? Yüksek dərəcəli hədlər bunlar da n'in kvadratı, burada da n'in kvadratı. Bunlar sıfıra yaxınlaşacaq. 4'ü də 1'ə böləndə əmsalları 4 verir mənə. Cavab olacaq 4. 55 nömrəli çalışma. Bu da eyni qayda iləndir. A1 bərabərdir 3'ə, D də bərabərdir 6'ya. Bu limiti hesablayacağım. Limit n yaxınlaşır sonsuzluğa. Deməli Sn bölünsün neçə? N üstə gəl 2'nin kvadratı. Bərabərdir yazım. Limit n yaxınlaşır sonsuzluğa. Məxrəc verir mənə n'in kvadratı üstə gəl 4n üstə gəl 4. Sn'i hesablayaq. Sn bərabərdir. Bax bu düsturunu hesablayıram. 2 dənə A1 6 elir. Üstə gəl. 6'nı vuracağım n. 6n çıxılsın 6 böl 2 vurulsun neçə? Deməli vurulsun n'ə də, elə deyilmi? 6'lar gedir buradan, qalır neçə? 3n'in kvadratı. 3n'in kvadratı. Burada da yazıram 3n'in kvadratı. O da bərabər nəyə? 3 bölünsün 1 eləyir də n'in kvadratlarının əmsalları yüksək dərəcə odur. Ona görə də burada cavab nə verəcək mənə? 3. Cavab burada 3 olacaq uşaqlar. Sonra gəlir 56 nömrəli çalışma. 56'da limit. Deməli n yaxınlaşır sonsuzluğa. Surətdə 5n kvadrat çıx 7n üstə gəl 1. Məxrəcdə də ardıcıllıq verib 3 üstə gəl 4 üstə gəl 5 üstə gəl və ilə axır üstə gəl n. Belə bir silsilə verib limitini hesablayın. Bərabərdir. Yazıram limit n yaxınlaşır sonsuzluğa. 5n'in kvadratı çıxılsın 7n üstə gəl 1. Gəl buradan n'lərin sayını tapayıq. Aydındır mı? Cəmi hesablamaq üçün n'lərin sayını tapayıq. Bax, an bərabərdir. A1 üstə gəl n çıxılsın 1 deyil. An neçədir? N bərabərdir. A1 neçədir? 3. Üstə gəl. Deməli, n çıxılsın 1. Elə onu tapmaq istəyirik. D də neçədir? 1. Buradan da n çıxılsın 1 bərabərdir. Yox, n çıxılsın 1. Neysə səhv yazdım. N n'inci hədd n'dir də. Çalışmada n də yox.
n'dir. Deyəm, bu n'dirsə, gəlsənəm bunu, gəl belə yazmayacağım. Burada fikir verin, A1 3'dür. N çıxılsın 1, vurulsun D. D də 1'dir də, düzdürmü? D də 1'dir. Burada gəl belə yazmayacağım bunu. Burada neysə belə yazmayız. Gəl belə yazaq bunu. Bax, bunun cəmini belə hesablayıram. Sn bərabərdir. Nəyə bərabərdir? Sn. Sn bərabərdir. Deməli, burada bax, hədlərin sayı neçədə nədir burada? 1-dən n-ə n də nədir? İkisini çıxıram. Hədlərin sayı n çıxılsın 2 olur. Düzdürmü? Bax, hədlərin sayı belə olacaq burada. İndi burada 2 dənə A1. 6 üstə gəl. N çıxılsın 1. Hədlərin sayı n çıxılsın 2 olacaq. O da çıxılsın 1. Vurulsun D də 1'dir. Bölünsün 2. Vurulsun hədlərin sayına. N çıxılsın 2'yə. Bax, belə verəcək mənə. O da bərabərdir. Bu nə verəcək bizə? Mötərizəni açanda -3 eləyir. Bu eləyəcək 3 üstə gəl n böl 2. Düzdürmü? O da vurulsun n çıxılsın 2'yə. Bərabərdir. Deməli, burada bunları vura bir-birinə. Eləyir 3n üstə gəl n'in kvadratı çıxılsın 6, o da çıxılsın 2n. O da bərabərdir. Məxrəcdə də 2 var əlbəttə ki. O da bərabərdir. Deməli, n'in kvadratı üstə gəl n çıxılsın 6 böl 2. Aydınmı? Cəmin yerinə bax bunu yazacağım burada. Bu cəmin yerinə bunu yazacağım. İndi baxaq. Burada, bax bu ifadədə yazıram burada. Deməli, n'in kvadratı üstə gəl n çıx 6 böl 2. O da bərabərdir. Bunun limiti n yaxınlaşır sonsuzluğa. Bu tərsinə yuxarı vurulacaq. Düzdürmü? Olacaq belə. Bu 2 vurulacaq surətdə 10 n'in kvadratı çıxılsın 14n üstə gəl 2. Məxrəcdə də n'in kvadratı üstə gəl n çıx 6. Burada uşaqlar n'in kvadratları gedir. Aydınmı? N'in kvadratına böləndə bunlar 0 verəcək mənə. Burada qalacaq 10, burada qalacaq 1. Cavab verəcək mənə 10 bölünsün 1, o da eləyəcək 10. Bax, cavab bu olacaq uşaqlar. Aydınmı? Bax, belə yazaq onu. Belə yazaq. Hədlərin sayı orada bax, n çıxılsın 2 olmasını gözləyək. 1'dən başlayaraq yazsaydı n dənə hədd olacaqdı. Amma 3'dən başlayıb yazmaq, ona görə n çıxılsın 2'dən olacaq. Cavab neçə oldu? 10 oldu. 50 neçə nömrəli idi? 56 nömrəli çalışma. Baxıram 57 nömrəli çalışmaya. Uyğunluqlardır. Deməli 3 dənə uyğunluq verib. Yazarlar. Deməli birincidə nədir? Limit 4 n üstə gəl 2 a n üstə gəl 5. O da bərabərdir a böl 9'a. Bu 1. 2'də limit deməli a n üstə gəl 6 bölünsün 8n üstə gəl 2n'in kvadratı. O da bərabərdir a böl 4'ə. Burada da yazıram 3-cüdə də. Hamısında sonsuzluğa yaxınlaşırdı uşaqlar limit. A n'in kvadratı çıx 3 bölünsün 6n. O da üstə gəl 5n'in kvadratı. O da bərabərdir 5'də 3. Baxaq nələr istəyir biz. A'nın ala biləcəyi qiymət 0'a bərabərdir. A'nın ən kiçik qiyməti -6'dır. Baxaq bunlara. Gəl bunları. Bunun limiti nə verəcək mənə? 4 böl A. Düzdürmü? Bax qarşısında yazıram. 4 böl A verəcək bu limit mənə. Düzdürmü? Bunlar 0 verəcək. Bərabərdir A böl 9'a. Buradan da kökləri neçədir? A da bərabərdir müsbət -6. Bu belə. Burada nə verəcək mənə limit? N'in kvadratıdır mı burada? 2n'in kvadratı oldu. Onda n'in kvadratı böləndə bunu n'in kvadratına bölməliyim. Aydınmı? N'in kvadratına böləndə bu 0 verir. Bu 0 surətdə 0 verir məxrəcdə. Onda
A böl 4 nəyə bərabərdir? 0-a. Onda burada belə çıxır ki, A 0-dır da. Aydınmı? Sonra burada da n'in kvadratı en yüksek. Burada limit olacak A böl 5. O da bərabərdir 5'də 3'ə. Buradan da A bərabərdir nəyə? 3'ə. A 3'dür, A 0'dır, bir də A müsbət mənfi 6'dır. İndi gəl bunları baxa görək hansına gedir. Deməli burada. Baxa birinciyə. A variantına. A'ya. A'nın alabileceği qiymət 0'a bərabərdir. 0 hansındaydı? Bir də bax ikincidə. Yazdım burada A. Düzdürmü? Sonra B variantına baxaq. Deməli A'nın istənilən qiymətinə bərabərlik ödənir. Yox. Bir də bunlardır. Bunları verməlidir ancaq. C variantına. A'nın en büyük qiyməti 6'dır. Bir de 1'e gedir. Üstə gəl. C deyirəm, A yazıram. C variantı uşaqlar. Aydınmı? Bunların içərisində en böyük odur da. Sonra D variantı. A'nın en kiçik qiyməti -6'dır. -6 da bunlardan en kiçikidir. Bu da hansı variantı? D variantı. Bax D'ni yazdım burada. Sonra E variantına baxaq. A'nın alabileceği qiyməti 3'e bərabərdir. Bu da E variantı. Bunlar da belə yazılır. Geçək ondan sonraki çalışmaya. En nihayet axırıncı çalışmadır uşaqlar. Deməli 58 nömrəli çalışma. Burada nedir? Limit, birincini yazıram. Limit 4n üstə gəl 5, an üstə gəl 7 bərabərdir A bölünsün 16'ya. Burada da o formada deyir elə. Bəli, gəl hesablayayım elə qarşısında. Bunun limiti nə verəcək mənə? En sonsuzluğa yaxınlaşır. Bunları qəbul edin ki, hamısında sonsuzluqdur uşaqlar. Deməli, burada mənə verəcək 4 böl A. 4 böl A. O da bərabərdir A böl 16. Bu deyilir A'nın kvadratı bərabərdir 64. A da bərabərdir müsbət mənfi 8'ə. Bax belə. İkinciyə də baxaq. İkincidə nədir? Deməli an üstə gəl 3. Bu da 5n üstə gəl 7n'in kvadratı. Bərabərdir A böl 8'ə. Bu limiti verin mənə. Düz yazmışım. Düz yazar. Deməli A böl 5 bərabərdir A böl nəyə? 8'ə. Düzdürmü? Belə hansı çalış? A böl 8'dir. Deməli burada nədir? Hansıdırca? İkincidə an üstə gəl 3. 5n üstə gəl 7n'in kvadratı. N'in kvadratı var burada uşaqlar. N'in kvadratı. Bu bizə 0 verəcək. Bu bərabər 0'a. Aydınmı? Bayaqki çalışma kimi də hansındaydı orada? İkincidə. Bu da A bərabər nəyə? 0'a. Buradan da A 0'dır. Üçüncünü də yazaq. Kvadratı fikir verməmişdim. Deməli limit n yaxınlaşır sonsuzluğa burada. Verir an kvadrat çıxılsın 2 bölünsün 2n üstə gəl 7n'in kvadratı. An kvadrat çıxılsın 2. O da bərabərdir. Deməli 2 böl 7. Burada bizə n'in kvadratına böləndə A böl 7 verəcək bizə. Düzdürmü? A böl 7. Deməli A böl 7 bərabər nəyə? 2'də 7 böl 2 böl 7'yə. Buradan da A bərabərdir neçəyə? 2'yə. Bunları A'ları tapdıq. İndi baxaq yer eləyək bu hansı varianta gedir. Baxaq. A'nın alabileceği qiyməti 2'yə bərabərdir. Bir də üçüncüyə. A getdi üçüncüyə. Bax qarşısında yazıram A. Bax burada yazdım A. Sonra B variantına baxaq. A'nın en büyük qiyməti 8'dir. B variantı. Bir de burada. B variantı. Bax buraya getdi. Sonra C variantına baxaq. A'nın alabileceği qiymət 0'a bərabərdir. 2'ye gedəcək. C. 0 budur da. Bu da C'dir. Aydınmı? Sonra D variantı. A'nın istənilən qiymətində bərabərlik ödənilir. Yox, bu yuxarıdakında da belə sual var idi. E variantı. A'nın en kiçik qiyməti
-8'dir. Bir de -8. Bu da E variantı. Deməli 1'ə gedir B'ye, 2'ye gedir C, 3'e de gedir A. Aydın D variantı heç birinə getmir. Bununla da bu mövzuya aid olan çalışmaları yekunlaşdırdım. Diqqətinizə görə sağ olun. Abone olmaq da yadınızdan çıxmasın.